Tovuz rayonunun qəhrəman kəndlərindən olan Ağdam kəndindəyik. Bugün qəhrəman şəhidlərimizdən olan Tovuz döyüşlərinin qəhrəman igidi olan Məmmədov Elşad Dönməzoğlunun bugün doğum günüdür. Bizlər də hər zaman olduğu kimi Tovuz Turan Şəhid Ailələri Birliyi olaraq gəlmişik qəhrəman şəhidimizin ziyarətinə. Elşadımızın timsalında cümlə Azərbaycan şəhidlərinin ruhu şad olsun. Elşad Məmmədov Tovuz döyüşlərinin qəhrəman igidlərindən də onu da qeyd edeyim ki, evli olub, vətənə əmanət, bizlərə əmanət. 2 oğul balası var. Allah onlara can sağlığı versin. Allah Nuriye anamıza, Dönməz atıya bol-bol səbir versin. Eyni zamanda onu da qeyd edeyim ki, Yusifov Elbrus Şəmsoğlu da həm qəhrəman şəhidimizin can dostu olub, eyni zamanda xalası oğludur. Allah onların timsalında cümlə Azərbaycan şəhidlərinin ruhunu şad eləsin. Hər biri bizim üçün bir qəhrəmandır. Hər birinin haqqı ödənməz. Nə özlərinin, nə valideynlərinin. Həm şəhidlərimizin ruhunu şad eləsin. Bu günləri biz Tovuz rayonu Ağdam kənd şəhidlər xiyabanındayıq. 12 iyul döyüşlərinin ilk şəhidi olan qəhrəman qardaşımız Elşad Məmmədovun bu günləri mövlud günüdür. Bizdə hər zamanki kimi şəhidimizi və onun ailəsini tək qoymamaq niyyəti məqsədi ilə şəhidimizin ziyarətindəyik. Şəhidlər bizim qürurumuzdur, şəhidlər bizim baş tacımızdır. Allah ruhunu şad eləsin cəmi şəhidlərimizin. Mən bir də buradan bir məqama toxunmaq istəyərdim ki, bəlkə də evladının şəhid olduğu anı görən, bilən, gözünlə izləyən yeganə bir ailədir ki, Elşad Məmmədovun ailəsi. Çünki o Elşad Məmmədov xidmət etdiyi post komandiri olduğu post Elşad Məmmədovkinin həyətindən görünür. Və 12 yıl döyüşlərində o müharibə gedərkən həmən o minamyot silahı necə Elşad Məmmədovun xidmət apardığı posta düşdüyünü onun valideynləri, atası, anası gözünlə izləmişdi və evlatları şəhid olduğunu həmən vaxt bilmişdir. Allah ruhunu şad etməsin. Allah ailələrinə, yaxınlarına səbir versin. Allah 2 balasını qorusun. Onu da vurğulayım ki, Elşad Məmmədov şəhid olarkən bir evladı var idi. Amma ikinci evladının ana bətində olmaq xəbəri Elşad Məmmədovun 40 günü bilindi. Ki, Elşad Məmmədovun ikinci bir oğul evladı da dünyaya gələcək. Və onun da adı bugünkü günü Elşad Məmmədovdur, öz atasının adını daşıyır. Allah onları adınla böyütsün inşallah. Atasının, anasının adına fəxr Allah qorusun. Amin. Bugün biz burada Tovuz Turan Şəhid Ailələri Birliyi olaraq Elşad balamızın mövludu günü üçün gəlmişik. Ailənin yanında olaq, ailəyə dəstək olaq, təsəlli üçün gəlmişik. Neyə bilər, yanımızdan başqa bir şey yox. Ailənin yanında olub təsəlli olmaq, ailələr üçün, valideynlər üçün təsəllidir, rahatçılıqdır. Elşad Tovuz hadisələrində dünyasını dəyişmişdi, şərfiyə yüksəlmişdi. Onun ailəsində olan İrman bənim xatırlatdı, bir evladı var idi. O ikinci evladı bir şəkdən sonra həyata qədəm qoydu. Allah onları qorusun, sağlasın. Allah atalarına, atasına, anasına, valideynlərə səbir versin. Allah qazilərimizə də şəfa versin. Bu şəhidlərimizin qaldırdıqları yüksəkliyi və bayraq bu həmişə yüksəlirsə dalğalansın. Xalqımız xoş günlər görsün, sülhlanmaqda yaşasınlar. Var olsun, prezidentimizdə sağ olsun, ölkə başçılığına hürməsin. Sağ olun. Tüm şəhidlərimizin ruhları şad məqamları üzərində mükəmməl qılınır. Şəhid ailələrində, atalarının ailələrində onu səbir gözündə Allah hamısına can sağlığı, ömür.
Mən də uzaq yolu yaxın hesab edib Elşad balanın məzarını ziyarət etməyə gəlmişəm. Bu gün onun mövlüd günüdür. Mekanı cənnət ruhu şad olsun. Elmar qardaşıma da dərin təşəkkürümü bildirirəm ki, Tovuz Turan Birliyi ilə məni o vaxtdan qatıb. Çox sağ olsun, Allah ondan razı olsun. Mən də sizə qatılaraq həmişə yanınızdayım. Elşad balamın atasının ailəsinə Allahdan səbir diləyirəm. Cəm şəkillərimizi yer cənnət, ruhları şad olsun. Amin Allah inşallah. Amin inşallah. Buyurun Dəmir müəllim. Mən Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi təxribatlar zamanı, yəni Azərbaycan torpaqları hesabına daha böyük dövlət respublika formalaşdırmaq məqsədi ilə Azərbaycan Respublikası ilə Tovuz rayonu istiqamətində həyata keçirdiyi təxribat nəticəsində Elşad Məmmədov qəhrəmanlıq, igidlik hissəsi olub nümayiş etdirərək ən yüksək zirvəni, şəhidlik zirvəsini fəth etmişdir. Bugün onun mövlüdü günüdür. Bu münasibətlə onun ziyarətə gəlmişik. Onun cənnətdəki ad gününü təbrik edirik. Allah atasına, anasına can sağlığı versin. Allah evlatlarını qorusun. Gələcəkdə onlar da vətənpərvər ruhda böyüsünlər. Elşad həqiqətən Azərbaycan prezidentinin siyasətinə dəstək ifadə edərək Ermənistan Respublikasının Azərbaycan Respublikasının qərb bölgəsinin işğalı istiqamətində həyata keçirdiyi təxribatın qarşısını məharətlə almışdır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Amin inşallah. Çox sağ olun Dəmir müəllim. Buyurun mənim. Bugün Tovuzumuzun 2020-ci il Vətən müharibəsi zamanı şəhid olmuş ilk şəhidi Elşad Gönməzoğlu Məmmədovun mövlüd günüdür. Cənnətdə dəyişməyən ad günü mübarək olsun şəhidin. Ruhun şad olsun. Allah balalarını qorusun, ailəni qorusun. Allah o balalara elə bir güc, qüvvət, qismət eləsin ki, onların bəxti, qisməti gələcəkdə parlaq olsun. Amin inşallah. Sənin yaşamadığın ömrünü onlar şərəflə yaşasın. Amin. Ruhun şad olsun. Tovuzun adını yüksəklərə qaldıran 12 iyun döyüşlərinin ilk şəhidi bizim Azərbaycan tarixində Vətən müharibəsinin başlanmasının başlanğıcını qoyan, o qığılcımın ilk qığılcımları olan şəhidlərimizsiniz siz. Sizlər bizə, bizim xalqa birliyinizi, bu xalq necə birləşə bilər, bu xalq necə bir ola bilər, bütün dünyaya göstərənlərdənsiniz. Allah ruhunuzu şad eləsin, yeriniz cənnət olsun. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Amin. Əvvəli, axırı hamı vətən üçün, xalq üçün nə iş görürsə, tarixdə eləcə qalır. Allah sizləri yerinizi cənnət, məkanınızı cənnət eləsin, ruhunuz şad olsun. Allahdan arzu edirəm ki, bu şəhid ailələri, şəhid ata, anası, qardaş, bacısı, nə qədər ki, bugün alnı açıq, üzü axərlənirik evlatlarımızın sayəsində, oğullarımızın sayəsində. Eləcə də bütün xalqımız bir ömür boyu dünya durduqca alnı açıq, üzü ağ olsun, vətənimizin səmaları həmişə açıq olsun. Amin Sülh inşallah. əmin-amanlıq şəraitində yaşasın evlatlarımız. Allah sizləri də var eləsin, əxlarınız var olsun. Tovuz Turan şəhid ailələri birliyi olaraq bir yerdəyik, bir olmuşuq, bir olacaq. Naz xanım, buradan öz təşəkkürümü sizə də bildirmək istəyirəm, bir ana olaraq. Bu 5 ildə artıq 6-cı ilə keçir. Yanımızdasınız, həmişə işıqlandırırsınız şəhidlərimizi. Çox sağ Allah olun. canınızı sağ eləsin, Allah sizi var eləsin. Nə qədər ki, vətən sevərlər var, Allah canınızı sağ eləsin. Siz nə qədər vətən sevər olsanız, bir o qədər də bizim vətənimiz yəqin ki, qürurla vətən evlatları yaşaya bilir. Sağ olun. Mən də deyiləm bu sözlərə qoşuluram. Bütün şəhidlərə Allah rəhmət eləsin deyirəm. Allah rəhmət etsin. Azərbaycan şəhidlərinə, Elşad qardaşa da onların içində ruhu şad olsun. İnşallah ki, yeri cənnətdir. Allah yerdə qalanlarına səbir versin. Siz də çox sağ olun. Yağış, qar, soyuq, isti günlərdən Hamımızın yanımızdasınız. hər birimizin yanımızdasınız. Elmar müəllim, Gülnaz xanım. Yəni sizin əziyyətiniz danılmazdır. Biz nə qədər əziyyət çəkirsiniz, siz də bizlərlə bərabər bu yollarda yaxşı və pis gününüzdə hər kəsin yanında olmağa çalışırsınız. Bacardığınız qədər mənəvi dəstək, maddi dəstək, əlinizdən gələn hər şey. Buna görə də sizlər də çox sağ olun. Allah sizdən də razı olsun.
Sağ olun şəhid əmanəti. Allah hər birinizə uzun ömür, sizlərə can sağlığı versin. Şəhidimizin ruhu şad olsun, doğum günü mübarək olsun inşallah. Bizim üçün hər zaman yaşayandır, qəhrəmandır. Biz şəhidlərə ölü demirik. Doğum günü mübarək olsun əziz qardaşım. Haqqını bizlərə halal eyle. Bismillahirrahmanirrahim. Allahu Əkbər. Allah səbəb. Mən gəlib gələnlər kimlər? Şüfəyə nahət. Oxudum bu Quran surəsi. Məhəmmədin də Ali Məhəmməd. Allah rəhmət eləsin. Cənnətlərinizi.